Hər kəsi salamlayıram. Bu video dərsimizdə çox maraqlı bir funksiyanın tətbiqi ilə yaxından tanış olacağıq. Ümumiyyətlə, belə bir məlumatlar bizim əlimizdə ola bilir. Bəzi hallarda internetdən çəkdiyimiz məlumatlar eyni də bu formada gəlib düşəcək bizim Excelimizə və biz istəyirik ki, məlumatların içindən bizə lazım olan məlumatları götürək. Misal üçün, ID-ləri sıralayıb vermək tələb oluna bilər. Bu ID-lər də hər zaman fikir verirsiniz, ID sözündən sonra burada gəlib ID-ni veribdir. İkincidə yenə ID sözündən sonra gətirib ID-ni veribdir. Üçdə də yenə və s. belə gedəcək. İndi mən bunu necə edə bilərəm ki, o ID-lər gəlsin məndə bir başlıq altında toplansın. Yəni copy-paste eləmədən. Burada insert eləyərəm, bura bir data əlavə eləyərəm. Daha sonra bunu table-a çevirdim və bunu bir səliqəli formaya saldım. İndi mən istəyirəm ki, bu 1, 2, 3 belə ardıcılıqla gedir axı. Bunların hamısı sabit bir dəyər olsun. Yəni 1 olsun misal üçün. Necə eləyərəm? Onun üçün də if is number formulundan istifadə eləyəcəm. Bu dəyər nömrədirsə, yəni neynəsin? True versin. Nömrə deyilsə də aydın məsələ ki, false versin. Beləcə mən true false məntiqinə, yəni binary məntiqə keçmiş oldum. Daha sonra buradan false-ları çıxartsaq bir dənə bunlar qalacaq. Bu numberları da seçib enter desək, sadəcə birlər olaraq biz bunu qeydə ala bilirik. Daha sonra bunu silirik. Ehtiyac qalmır artıq bu hissəyə. İndi necə eləyək ki, bu ID-lər gəlsin ora düşsün. Ondan ötürü gəlib burada ID-ni yazıram. Daha sonra filter funksiyasından istifadə edirəm. Baxın, hər zaman ID-dən sonra bu ID-nin özünü verir. Ona görə də buradan o tərəfi aşağı seçirəm. Seçəndən sonra indi mən include eləməliyəm də hansı aralıqda mən onu axtaracağam. Ona görə də gəlirəm bu ID-dən biraz aşağı çəkirəm. Bu altını siləcəm. Hara qədər əlavə eləməliyəm? 35-ə kimi. Çünki ID-nin 1.6 həmişə boş qalmalıdır ki, ora qədər onu axtarsın. Onun altında çünki ID-nin özü ola bilər. Ona görə də 35-ə qədər seçirəm və bunu dırnağın içərisində təbii olaraq ID ifadəsini yazıram. Təbii ki, burada siz şriftdə mütləq şəkildə diqqət eləməlisiniz. Yəni, ingilis dilində o ID-ni yazsız tapmayacaq. Gərək ki, burada yazılan formada onu axtarasınız. Və bağlasaq, görərik ki, bu ID-lərin hər biri, yəni burada nə qədər ID var idisə, indi sizdə 100 dənə də ola bilər, 1000 dənə də ola bilər. Onların hər birini ardıcılıqla gətirib sizə verəcək. Həqiqətən də yoxlasanız, görəcəksiniz ki, nəticələr tamamilə doğrudur. İndi mən necə eləyə bilərəm ki, tutaq ki, bu birincidə aydın məsələdir ki, analoji olaraq digərlərini də tapmaq olar bu arada. Misal üçün, şəhəri gəlin tapaq da. Yəni, şəhər də həmişə Bakı, misal üçün, burada şəhərdən sonra Batumidir, şəhərdən sonra Belindir və s. İndi gəlin görək, hamısını ardıcılıqla necə gətirərik. Bunun üçün filtr deyirəm və şəhərin altındakı xanadan başlayıram. Və burada Bakıdan aşağını çəkirəm. Düzdür? Çəkdim, başda daxil olmaqla təbii ki. Daha sonra vergüllə bunu ayırıram. Daha sonra şəhərdən etibarən başlayıram və burada 36 yazmışamsa, aydın məsələdir ki, bura 35 olaraq mən onu əlavə eləməliyəm. Bərabərdir, dırnaq açıram, dırnağın içərisində də şəhər yazmaq lazım olacaqdır. Və mürtəzinlə bağlasaz, görərsiniz ki, buradan şəhərləri bizim üçün filtrləyib gətirir. İndi maraqlı məqam hardadır? Maraqlı məqam oradadır ki, biz bu rəqəm, misal üçün, sabit bir dəyər olsaydı, ya da ID-dən 2 xana sonra bu ID-nin özünü versəydi, onda necə tapacaqdıq ID-ni? Yenə rahat bir formada. Bura mən number yazıram ki, bilək ki, birdən sonra ikinci dəyər hər zaman ID-nin özüdür. Onu da tapmaqda ötürü yenə filter funksiyasından istifadə edirik. Və bu zamanda yenə ID-nin özünü aşağı tərəf çəkərək yenə onu seçirik. Daha sonra bu birdən etibarən başlayıb bu dəfə 2 dənəsini çıxacaq. Məsələn, orada 36 yazmışıqsa, burada 34 qeyd eləməliyik. Bərabərdirsə 1-ə. Bunu da gördünüz ki, yenə ID-lərin hər birini eyni qaydada seçir əziz yoldaşlar. Niyə orada ikisini çıxdıq? Çünki birdən sonra birinci, ikinci xanada o şey var da. Ona görə də aşağıdakı 2 xananı siz boş saxlamalısınız ki, birincidə yox, ikincidə ola bilər. Ona görə də o özündən sonraki 2 xananı boş saxlamalıyıq ki, gedib bu birinci, deməli, özündən sonraki ikinci xananı da axtara bilsin. Yəni, orada ID varmı, ona baxa bilsin. Ona görə də bu funksiyadan bu formada istifadə edərək siz istədiyiniz məlumatları əldə edə bilərsiniz. Hər kəsə uğurlar arzu edirəm. Sağ olun.